Salam əziz abituriyentlər. Bugünkü bizim mövzumuz düz xəttli, bərabər sürətli və dəyişən sürətli hərəkətdir. Gəlin başlayaq suallarımıza. Deməli, yerdəyişmənin zamana görə dəyişmə yeyini xarakterizə edən fiziki kəmiyyət əlbəttə ki, biz bilirik ki, bu sürətin ifadəsidir. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər olar? Bu zaman yerdəyişmə variantımız əsas olacaq. Nəyə görə? Çünki yerdəyişmə vektorial kəmiyyətdir, yəni o sıfır qiymət ala bilər. Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Bu isə bizim sürətimizdir. Verilmiş hərəkət şəraitinin ölçüləri nəzərə alınmayan cisim isə maddi nöqtədir. Cisimlərin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası isə buna isə yerdəyişmə deyiləcək. Cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Cismin sürəti ilə zaman hasili, yəni v vurulsun t isə bizə yolu verəcək. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə fəzada vəziyyətinin dəyişməsi isə mexaniki hərəkət adlanır. Bərabər sürətli hərəkət edən cismin getdiyi yolun zaman asılı qrafiki verilibdir. Gəlin bunu hesablayaq. Birinci olaraq biz 20-ni götürək, bir də 4-ü götürək. Bunu nəzərə alsaq, yazarıq ki, v bərabərdir s bölünsün t-dən yazaram ki, 20 bölünsün 4, cavabım 5 alınır. Keçək 9-cu suala. Bərabər sürətli hərəkət edən cismin sürətinin modulunun zamana asılı qrafiki verilmişdir. Cismin 20 saniyədə getdiyi yolu hesablayın. V 40 verilib, T 20 verilib. 20 saniyədə getdiyi yolu hesablayın deyər. O zaman yazaram ki, S bərabərdir VT-dən. 40-ı vuraram 20-yə, o eləyər 800. Onu da kilometrə çevirsəm, olacaq cavabım D variantı. Bərabər sürətli hərəkətdə yolun zamandan asılılığı qrafiki hansıdır? Biz bilirik ki, S bərabərdir VT-dən, V sabitdirsə S T ilə düz mütənasib asılıdır. Bərabər sürətli hərəkətdə sürətin modulunun zamandan asılı qrafiki hansıdır? Bilirik ki, bərabər sürət deyirsə, orada sürət vektoru sabit qalmalıdır. 12. Cismin sürətinin modulunun zamandan asılı qrafikinə görə 2 saniyədə getdiyi yolu hesablayın. V veribdir mənə 10, sürətimi 10 verib, 2 saniyədə mənim zamanımdır. Deməli, yolda S bərabərdir VT-yə görə. Onu vuraram 2-yə, o da olar 20. 13-cü sual. Bu da eyni sualdır. 5 veribdir sürətim, saniyəmdə 4-dür. 5-i 4-ə vuraram, cavabım olar 20. 14-cü sual. 90 km bölünsün saat, metr bölünsün saniyəyə çevirdik. Bu zaman mən kilometri metrə çevirərəm, saatı da saniyəyə çevirərəm. O zaman nə olar? Olar ki, 90 vurulsun 1000 bölünsün 3600. 3600. Çevirdim. İxtisarlarımı apardım. Bu zaman cavabım da olar mənim. Deməli, burada cavabım alınar ki, deməli, 900 bölünsün 36-ya. Burada da cavab edəcəkdir 15. Cavabım 15 eləyəcək. Sonra 54 km bölünsün saatı, metr bölünsün saniyə ilə ifadə edin. Burada da eynən 54-ü vuracam 1000-ə böləcəm 3600-ə. Nə olacaq? Burada da cavabım olacaq ki, 54, gəlin hesablayaq bunu da. 54 vurulsun 1000 bölünsün 3600. Burada ixtisar gedər. 540 bölünsün 36, o da eləyəcəkdir 15. Sonra, düzxətli bərabər sürətli hərəkət zamanı biz bildik ki, V vektoru sabit qalır. 17-ci sual. Deməli, X-in koordinatı zamandan asılı qrafik veribdir. 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Mən maddi nöqtələr arasındakı məsafəni hesablamaq üçün bunu birini işarələyim, bunu 2 xətti kimi işarələyim. Düz deyilmi?
Fikir verirəm ki, birinci düz xətt 0-cı saniyədə 10 olubdu. 3-cü saniyədə isə gəlib 25 olubdu koordinatı. İkinci xətt isə 3-cü saniyədə elə 25 olaraq qalıbdı, eləmi? Onda mən belə deyə bilərəm ki, 25-dən də çıxaram 25-i, mənim variantım qalar 0. 18-ci sualda da eynən belədir. Deyir 4-cü saniyə sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxıram ki, bu birinci xətt olsun, bu ikinci xətt. Birinci xəttimə baxıram ki, 0 saniyədə elə koordinatı 0-dır. 4-cü saniyədə isə koordinatı olubdu 20. İkinci xətt isə 0-cı saniyədə olubdu 40, 4-cü saniyədə gəlib olub 20. 20-dən 20 çıxaram, nə olar? 0. Sonra 19-cu sual. Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatı zamanlaması qrafiki verilib. Müşahidə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşdür? Cisimlər o zaman görüşər ki, onlar kəsişsinlər bir nöqtədə. Bu da birinci saniyədə kəsişib, birinci saniyədə və dördüncü saniyədə. Birinci və dördüncü saniyə cavabım C variantı. 20-ci sual. Bir düz xətt üzrə hərəkət edən iki cismin, burada da eynən biz kəsişmələri tapacağıq. Birinci və beşincidədir. Burada cavab Y variantıdır. 21. X oxu üzrə düz xəttli bərabər sürətli hərəkətdə cismin sürətinin proyeksiyası. Bu isə x minus x0 bölünsün t ifadəsindən hesablanılır. Və bərabər x minus x0 bölünsün t. Düz xəttli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə hesablanılır? S bölünsün t ilə ifadə olunur. 23-cü. Düz xəttli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti v bərabərdir S bölünsün T-dən. Oradan T-ni tapsam, T də bərabərdir S bölünsün V olar. Düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? Gedilən yolda S bərabərdir, deməli, V T ifadəsi ilə hesablanılır. Düz xəttli bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Əlbəttə ki, bu da Vx t-dir. Proyeksiyası varsa, orada Vx olacaq, Vxt. Yer dəyişmənin düzgün tərifi hansıdır? Burada isə düzgün tərifimiz Y variantında olacaq. Bu qaydadır artıq, bunu bilmək lazımdır. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Trayektoriya nədir? Elə A variantını oxuyanda görürəm ki, elə trayektoriyanın tərifi burada verilir. Maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt. Cismin hərəkət zamanı öz ətrafında cızdığı xəttə trayektoriya deyilir. Burada isə deyir ki, düz xəttə bərabər sürətlə hərəkət edən maddi nöqtənin koordinatı zamandan asılı tənliyi hansıdır? Bu isə mənim variantlarımda baxsam, fikir verirəm ki, bu D variantı uyğun gəlir. 29. Düz xəttə bərabər sürətlə hərəkətdə gedilən yol ilə yer dəyişmənin vektorunun modul arasında hansı münasibət doğrudur? Məsəl üçün, cisim A nöqtəsindən B nöqtəsinə hərəkət edir. Dedik ki, yol, bilirik ki, elə A-dan B-yə yoldur. Yer dəyişmə isə cismin başlanğıc və son vəziyyətlərini birləşdirən düz xətt parçasıdır. Elə deyilmi? Elə burada bir-birinə bərabər olaraq götürürəm. Əyri xəttli hərəkətdə isə tamamilə fərqli olacaq. Əyri xəttli hərəkətdə, çünki əyri xətt biz yer dəyişmə orada fərqli olacaq. Yer dəyişmə ondan kiçik olmalıdır yoldan. Y variantında. Necə? Məsəl üçün, əyri xəttli hərəkət bir dənə belə götürürəm. Deyirəm, bu A nöqtəsidir, bu da B nöqtəsidir. Elə deyilmi? Bu A nöqtəsindən B nöqtəsinə gəlibsə, o artıq bunun yoludur. A-dan B-yə gəlibsə, elə yoludur bunun. Yer dəyişmə isə onun başlanğıc və son nöqtələrini birləşdirən xəttsə, bu artıq yer dəyişmədir. Fikir versəm, mən bu düz xəttləri, məsəl üçün, bunu evdə sapla da və yaxud da iplə də eləyə bilərsiniz. Fikir verirəm ki, artıq onun getdiyi yol yer dəyişmədən böyük olacaq. 31. Düz xəttlə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının V1x bölünsün V2x nisbətini hesablayın. Burada da V əlbəttə ki, biz bilirik ki, S bölünsün T düsturu ilə hesablanılır. Bu düstura əsasən yaza bilərəm ki, V1 alınar ki, V1-im olar mənim 50 bölünsün 10, o eləyəcək 5, V2 də olacaqdır. Deməli, V2 də olacaq 20 bölünsün 10, o da 2 eləyəcək, 5 2-yə bölünür, cavabımız 2,5 alınacaq.
Sonra keçəyə düz xətlə hərəkət edən cisimlərin sürətinin proyeksiyasının nisbətini hesablayın. Burada da eyni qayda ilə V1-im olacaq burada 20 bölünsün 5, o eləyəcəkdir 4, V2-im də olacaq 20 bölünsün 12, 4-ü 2-yə böləndə cavabım 2 alınacaqdır. Sonra 33-cü sual. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Burada da biz nə ilə hansı düsturla hesablayacağıq? V bərabərdir x minus x0 bölünsün t düsturu ilə. V bərabərdir x minus x0 bölünsün t. O da bərabərdir. X-imiz nədir? X 20-dir. Çıxılsın 5 bölünsün 5. O 15 bölünsün 5 neçə eləyəcək? 3. B variantı. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Bu da ilə uyğun olaraq 14 minus 4 bölünsün 4 olacaqdır. O da 12 bölünsün 4, cavabım 3 olacaq. 35. X oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? Bunda isə belə olacaq ki, bizim əsas tənliyimizin ifadəsi nə idi? X bərabər idi x0 üstə gəlsin sx idi, elə deyilmi? Burada da sx-in yerinə vxt yazmaq olar. Yəni ki, biz buradakı sx-ə baxacağıq. Burada sx də vxt-dir. Burada bax bu 3t-dir, 2t-dir, 6t-dir, t-dir, 4t-dir. Bunlar bizim sx-imizi verir. Yəni işarəsindən asılı olmayaraq mən burada sürəti hansı böyükdürsə, onu götürəcəm. Çünki məndən yer dəyişmənin ən böyük modulu hansıdır, onu istəyir. Burada da cavabımız B variantı olacaq. Görürsünüz 6 verilir. Sürətin qiyməti 6-dır burada. O zaman cavabım B variantı olar. 36-da da eynən bu qayda ilədir. Sadəcə yer dəyişmənin modulu ən kiçikdir. Bu zaman da variantım olar mənim A variantı. Çünki burada 1-də axı yazılmasa da burada biz 1 qəbul edirik. Aha. 37. X oxu üzrə hərəkət edən və hərəkət tənliyi bu şəkildə verilmiş maddi nöqtə 4 saniyədə yer dəyişməsini hesablayın. Burada isə S bərabərdir VT düsturunu hesablayacağıq. Burada mənim V sürətim 3 verib. Nəyə görə? X bərabər x0 plus VT ifadəsindən. Burada V 3-dür. 4 saniyədə soruşursa, S yazaram ki, S bərabərdir 3 vurulsun 4, o da 12 eləyər. Y variantı. 38. X oxu üzrə hərəkət edən və hərəkət tənliyi x bərabərdir 20 plus 6 olan tənliyi verilib. Bu zaman 2 saniyədə yer dəyişməsini hesablayın. Bu da eyni şəkildə 6-nı vuracam 2-yə, bu da eləyəcək 12. Bu da belə. 39-cu sual. 39-cu sualda deyir ki, 1800 sm bölünsün dəqiqəni metr bölünsün saniyə ilə ifadə edin. 1800-ü, burada isə mən çevirəndə belə eləyərəm ki, 1800-ü vuraram. Santimetri metri çevirəndə o eləyəcək 0,1 bölünsün. Dəqiqəni saniyə çevirəndə 60 eləyir. Yəni 1 dəqiqəm 60 saniyədir. Burada ixtisarlarımı aparsam, mənim variantım qalar ki, cavabım 0,3 eləyər. 40-cı sual. 900 sm bölünsün dəqiqəni metr bölünsün saniyə ilə ifadə edin. Belə ki, burada da 900-ü vuraram mən 0,100-də bölərəm 60-a, o da eləyər. Mənim cavabım deməli 0,15. Bu da eyni qayda ilə. 41. Cismin sürətinin zamandan asılı qrafik verilmişdir. Cisim 30 saniyə müddətinə getdiyi yol 10 saniyə müddətinə getdiyi yoldan nə qədər çoxdur? Deməli, yazaram ki, S1 bərabərdir VT ifadəsindən nə deyir? 30 saniyə. Birinci olaraq 30 saniyədəki yolunu hesablasaq, olar ki 4 vurulsun 30. S2 də olar 10 saniyədə deyirsə 4 vurulsun 10. Eləmi? Bunları da bir-birindən çıxsam cavablarını o eləyəcək. 120 çıxılsın 40, cavabım 80 alınacaq. 42. 42 də eynən bu qaydadadır. Burada da alınacaq ki, 20 saniyə ilə 10 saniyədə
Burada da S1 bərabərdir 4 vurulsun, 4 vurulsun 20, S2 bərabərdir 4 vurulsun 10. Onların da yollar bir-birindən çıxsam cavabım qalar 40. Yəni 80-dən çıxaram 40-ı, cavab 40 alınır. 43-cü sual. X ox üzrə hərəkət edən iki cismin hərəkət tənliyi verilibdir. Onlar nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Nə qədər vaxtdan sonra görüşüb deyirsə, biz x1 ilə x2-ni bərabər eləməliyik. Onları da bərabər eləyəndə olacaqdır, belə olacaq ki, deməli 5 minus 2t bərabərdir, yazaram 2t minus 5. Buradan nə alınır? Buradan alınır ki, 4t bərabərdir. Deməli, ona t də bərabər olar, o zaman 2,5-ə. Uyğun olaraq 44-cü suala. Beləliklə 44-cü sualda elə soruşur ki, onlar nə vaxtdan sonra görüşdüyünü hesablayın. Burada da x1 ilə x2-ni bərabər eləyəcəm. O zaman onlara 5 minus 3t bərabər 4t minus 9. Buradan da elə olacaqdır. Deməli 7t bərabərdir 14-ə. Oradan da t-ni tapsam, cavabım olar 2. Sonra 45-ci sual. 45-ci sualda deyir ki, x oxu üzrə düz xəttli hərəkət edən cismin koordinatı zamandan asılı qrafiki verilib. Bu cismin 6 saniyə ərzində getdiyi yolu hesablayın. Belə ki, fikir verirəm ki, bu 0-dan 10-a qədər gəlibdir. 10 metr yol gəlib. Bura qədər 10 metr yol gəlib. Bir də bu 10-dan düşüb aşağı. Bura 10-dur. Deməli, bura da 10-dur. 10, 10. Nə qədər yol getdi? 20 metr yol getdi. O biri sualda, 46-cı sualda bunun kimidir. Belə ki, 0-dan gəlib bura 20 metr yol gedib. Buradan da bura gəlibdir, yenə 20 ilə gedib. O zaman 20 neçə eləyər? 40. 47. Deyir ki, x oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafik verilib. 1, 2, 3 nöqtələrinə uyğun zaman alanlarında cismin malik olduğu sürətin modulları arasında hansı münasibət doğrudur? Deməli, mən yadımda saxlayıram ki, mənim sürət düsturum nə idi? Delta x bölünsün t və yaxud da x0 bölünsün t ifadəm var idi, elə deyilmi? Və belə qrafiklərdə müqayisəni sizdən soruşursa, siz bu qrafikdə bir köməkləyici xəttlər çəkin həmişə. Mən buradan belə bir xətt çəksəm, bu da zaman oxudur da, bu çəkdiyim xətt də zaman oxudur, elə bil ki. Zaman oxuna paralel bir oxdur, elə zaman oxunu göstərir. Fikir versəm, 2 ilə 3 eyni düz xətt üzərindədir, eyni bucağa söykənib. Və bu 1-lə, bu 2 ilə 3-ü müqayisə etsəm, fikir verirəm ki, 1-in bucağı 2 ilə 3-ün bucağından çox böyükdür. Və bu düsturu da yadınızda saxlayın ki, v bərabərdir x bölünsün t-də tangens alfa alınırdı. Tangens alfa. Burada da bucaqlar qaydasına görə hansı bucaq daha böyüksə, orada sürət daha böyük olur. Yəni burada cavabımız Y variantı olacaqdı. V2 ilə V3 bir-birinə bərabərdir. Çünki eyni düz xətt üzərində yerləşdirilir, eyni bucağa söykənir. V1 isə onlardan daha böyükdür. Çünki ən böyük bucaq birincidədir. Ən böyük bucağa birinci düz xətti söykənib. Deməli, cavabımız Y variantı olacaq. 48-ci. X ox üzrə hərəkət edən iki cismin hərəkət tənliyi şəklində verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cismə çatar? Burada da uyğun olaraq, yəni çatar deyirsə, bir mənalı şəkildə yadınızda saxlayın ki, yəni onlar görüşərlər. Bu zamanda biz x1 bərabərdir x2 şərtini tətbiq edirik və bu zaman bizdə alınır ki, bu da 8 plus 6t bərabərdir 24 plus 2t. Oradan da alınır ki, cavabımız 4 saniyə. Buradan hesablasam t zamanım 4 saniyə alınır. 49. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarımçevrə boyunca T1 müddətində, digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. T1 bölünsün T2 nisbətini hesablayın. Belə ki, bu zaman mənə
şərtimdə nə deyilir? Şərtimdə deyir ki, modulca eyni sürətlə. V bərabərdir konstantdır demək. V bərabərdir konstantdırsa, S bərabərdir VT ifadəsindən fikir verirəm ki, S T ilə düz mütənasib asılıdır. Yazaram ki, S1 bölünsün S2 bərabərdir T1 bölünsün T2'ye. T2'ye. Bu zaman ne olar? Və S1'in fikir verirəm ki, yarım çevrədir. O zaman yazaram ki, çevrənin uzunluğunu bölərəm 2'ye. Yəni L bölünsün 2. Çevrənin uzunluğu nə idi? 2 pi r idi. 2 pi r'i də 2'ye bölsəm, mənim S1'im qalar pi r. Pi r qalar. Və ikinciyə baxıram ki, ikincidə 2 də radiusun birləşməsidir, yəni diametrdir. O da yazaram. S2'nin yerinə 2r. Burada r'lər ixtisar getsə, mənim cavabım qalacaq ki, pi bölünsün 2. 50-ci sualda eynən belədir. Burada da cavabımız pi bölünsün 2r olacaqdır. Orada r'lər ixtisar getsə, qalacaq pi bölünsün 2. Pi bölünsün 2 olacaqdır. Bəli. Cavabımız B variantı olacaq. Sonra cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Burada isə deməli V sabitdirsə, mən yadımda saxlayıram ki, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə x-t-dən koordinatın başlanğıcından keçən düz xəttdir. Sonra 52-ci sual. X ox üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Burada isə uyğun olaraq hər bir xəttdə bir köməkləyici düz xətt çəkirəm. Məsəl üçün, bu bunundur, bu 2'nindir, bu da 1'indir. Bucaqları müqayisə eləsəm, baxaram ki, hansının bucağı böyükdür? Əlbəttə ki, 3'ün bucağı ən böyükdür, 2'nin bucağı da 1'dən böyükdür. Cavabım olar A variantı. 53-cü sualda da uyğun olaraq eynən köməkləyici bir düz xətt çəkirəm. Məsəl üçün, 3-cüyə buradan çəkirəm, 2-ciyə belə, birincidə bu. Bu 3'ündür, bu 2'nin bucağıdır, bu da 1'in bucağıdır. Hansı sizcə böyük olar? Əlbəttə ki, 3-cüyə çəkilən bax bu xətt, daha doğrusu birincinin bucağı. Bax, bu birincinin bucağı ən böyük olar. V1 böyükdür V2'dən, o da böyükdür V3'dən. Y variantı. Sonra 54-cü sual. Deyir ki, X oxu üzrə hərəkət edən cismin hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman anını hesablayın. Buradan isə belə nəticə çıxara bilərik ki, birinci gəlin, belə eləyək ki, Vx-i tapaq. Yazarıq ki, Vx bərabərdir x minus x0 bölünsün t-dən. Oradan hesablasam, anlaram ki, məsəl üçün, birinci olaraq buranı hesablayıram da mən. Yazaram ki, 0 minus mənfi 20 bölünsün zamanım neçədir? Zamanım isə 2'dir. Cavabım nə olar? Cavabım olar 10. Deməli, bu da cavabım olacaq 10. Digəri üçün yazsam isə, yəni bura üçün yazsam, nə yazaram? Yazaram ki, V bərabərdir burada da 10 minus
minus -20 bölünsün TA'ya. Çünkü A nöqtəsinin zamanını bilmirəm mən burada. O da bərabər olar. Buradan TA'nı tapsam, TA'm da bərabər olacaqdır. Deməli 30 bölünsün 10. 30'u da 10'a böləndə neçə eləyər? 3. Mənim cavabım da A variantıdır. 55-ci sual. Cisim ABC'de trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yerdəyişmənin modundan neçə dəfə çoxdur? Burada S yolunu tapsam, bilirəm ki, mən burada 5, 6, 3'ü toplayacağım. Cavabım nə eləyəcək? 5, 6, 11, burada 14 metr eləyəcək. Yer dəyişməni tapsam isə, bunu bir köməkləyici, bir üçbucaq alınacaq burada. Köməkləyici xəttlər çəksəm. Buranı 5 götürürəm, buranı da 6 götürürəm. Neçə eləyəcək? Deməli, S yer dəyişməni tapsam, bərabər olacaq o da kök altında 8'in kvadratının üstünə gəlirəm. 6'nın kvadratını. O da eləyəcəkdir məndə 10 metr. Neçə dəfə çox deyirsə, 14'ü bölürəm ona, o da 1,4 alınacaqdır. Yəni, cavabım A variantı 1,4 dəfə çox olar. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, vektorial kəmiyyətdir. Vektorial kəmiyyətdir nə? Yer dəyişmə vektorial kəmiyyətdir. Vahidi BCD əsas vahididir. Əsas vahidi BCD əsas vahiddirsə, bunlar hər ikisinə gedir. Skalyar kəmiyyətdir yol. Hərəkət trayektoriyasının uzunluğudur. Deməli, 4-cü gedəcək yola. 5-ci hərəkət zamanı 0-a bərabər ola bilər. Yer dəyişmə 0 ola bilər. Bəli, ola bilər. 6-cı hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bəli, bu da yer dəyişməyə aiddir. Deməli, 4, 3 birinciyə gedəcək. 2, üçüncüyə gedəcək. 1, 5 və 6 da getdi. İkinciyə, deməli, cavabımız A variantı olmuş olur. Deməli, cavabımız olur A variantı. Aha. 57-ci sual. Bizdən qrafik verilib. Deyir, Y üzrə proyeksiyanın zaman asılılığını ifadə edin. AB fikir verirəm ki, sabitdir. A xətti sabitdirsə, deməli, sürət 0 olacaq burada. Sürət 0 olacaq. Bu deyil. Deməli, bu deyil. Burada 0'dır. Burada Y variantda çıxıram. B xəttinə baxıram. B xətti də görürəm yavaşlayan hərəkət edir və düşəcək mənfiyə. Bu da hansı variantda olacaq? Deməli, burada müsbətdir, müsbətə getmir, çünki mənfiyə doğru gedir. Bu da C variantı qalır. X ox üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilmişdir. Cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Deməli, fikir verirəm ki, görüş zamanı nədir? Onların kəsişdiyi nöqtələr harada kəsişib? Biri 10 metr. Burada 10 metrdə, bir də -10 metrdə görüşübdür. A variantı.